Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səfxanova. Uşaqlar, mən bu gün sizlə kiçik bir məsələyə toxunmaq istəyirəm. Hansıdır? İsmin hallarında nə sualına cavab verən hallarımız. Biz bilirik ki, nə sualına isimdə 3 hal cavab verə biləcək. Adlı hal, qeyri-müəyyən yerli hal, qeyri-müəyyən təsirli hal. Bu məsələləri sizinlə bir yerdə aydınlaşdırmaq istəyirəm. Uşaqlar, bilirsiniz ki, adlı halın ümumiyyətcə sualları kim, nə, haradır? Bizim əsas sualımız nə sualıdır? Biz əsas nə sualının üzərində fokuslanmalıyıq? Bilirik ki, insan anlayışı bildirməyən, məkan anlayışı bildirməyən, yəni əşya məzmunlu sözlərimiz adlı halda nə sualına cavab verəcək? Məsələn, tutalım, belə bir nümunə göstərək. Deyirik ki, top yerə düşdü. Nə? Top. Və yaxud da deyirəm, yazı yazıldı. Nə? Yazı. Kitab oxundu. Nə? Kitab. Burada məchul növdə işlətmişik. Bilirik ki, məchul növdə obyekt mübtəda rolunda çıxış edir və nə sualına cavab verir. Göstərə bilərik bu nümunələri. Burada əşya məzmunlu sözlərin adlı halda işlənərək nə sualına cavab verdiyini gördük. Bu rahatdır. Bizim qeyri-müəyyən yerli hal və qeyri-müəyyən təsirli halda da bu məqamlarımız var. Yəni nə sualını orada da görürük. Uşaqlar, qeyri-müəyyən yerli hala aid birləşmələri yazmışam. Yəni bilirsiniz ki, bunlar artıq söz birləşməsi əmələ gətirib. Kitab cildi, Bakı şəhəri, nizam yaradıcılığı. Kitab cildində siz rahatca bura nə sualını verirsiniz. Biraz uşaqların problem yaşadığı Bakı şəhəri nizam yaradıcılığıdır. Və uşaqlar düşünürlər ki, Bakı məkan anlayışlıdır. Bəs ona nəyə görə nə sualı verək? Amma biz nə demişik? Qeyri-müəyyən yerli hal, qeyri-müəyyən təsirli halın bircə dənə sualı var, o da nə sualıdır? Digər suallara artıq cavab tapa bilmir o. Deməli, Bakı məkan mənalı isim olmasına baxmayaraq, nizami insan adı bildirməsinə baxmayaraq, biz onlara bu birləşmələrin daxilində yəni qeyri-müəyyən yerli halda yalnız və yalnız hansı sualı verə bilərik? Nə sualını? Yalnız bircə dənə sualımız nə olacaq? Demək, qeyri-müəyyən təsir yerli halda olan isimlərə biz işlənməsindən asılı olmayaraq, insandırmı, cansızdırmı, məkan anlayışlıdırmı, yəni bunlardan asılı olmayaraq biz ona bircə dənə nə sualı veririk? Artıq düzgün şəkildə variantımızı tapmış oluruq. Demək, kitab cildi dedikdə bilirik ki, biz bunu təhlil elədikdə bu bir yerdə cümlə üzvü olacaq. Məsələn, kitab cildi aldım. Nə? Kitab cildi. Amma bizə birləşməni versə və desə ki, morfoloji təhlil aparın, o zaman diqqətli olmalıyıq. Baxmalıyıq ki, kitab sözü, baxmalıyıq ki, Bakı sözü, nizami sözü qeyri-müəyyən yerli haldadır. Onun da bircə dənə sualı var və biz morfoloji təhlil aparanda birinci hissələrə, yəni aslı tərəflərə nə sualını verməliyik. Daha sonra keçək qeyri-müəyyən təsirli hala. Qeyri-müəyyən təsirli halda da bu məqamı yenə də görürük. Qeyri-müəyyən təsirli halı biz ən çox harda görürük uşaqlar? Ən çox biz qeyri-müəyyən təsirli halı xəbərin qarşısında görürük. Əlbəttə ki, yer dəyişməsi kimi nümunələri də yetərincə işləmişik, yetərincə görmüşük. Amma baxırıq xəbərin önündəki sözə. Sürücü, bir də məktub sözlərini yazmışam. Uşaqlar, sürücü sözü bizim gördüyümüz kimi insan anlayışı bildirir, amma məktub əşyadır. Biz bilirik ki, axtarır. Kim? Onlar. Artıq siz bura kimi və yaxud da nəyi bu sualları verə bilməzsiniz. Və yaxud da yazdı kim? Uşaq. Siz buna da bircə dənə sual verə bilərsiniz. O da nə sualıdır? Yəni qeyri-müəyyən, yerli hal, qeyri-müəyyən təsirli hal onların tək bir sualları varsa, o da nə sualıdır? Canlı, cansız, əşya, məkan bunlardan asılı olmayaraq qeyri-müəyyən yerlikdə, qeyri-müəyyən təsirlikdə siz bircə dənə nə sualını görəcəksiniz. Adlıqdakı artıq aydındır. Adlığın altından bəs yazdıqlarım nədir? Cavab uşaqlar qarışdırırlar. Adlıq halı biz bilirik ki, uşaqlar həm öz üzərində cəm şəkilçisi, həm mənsubiyyət, həm də xəbərliyi də göstərə bilər. Məsələn, kitab da adlıq haldır, kitablar da adlıq haldır. Kitabımız da adlıq haldır, kitabımızdır da adlıq haldır. Deməli, adlıq hal öz mövqeyinə görə həm başlanğıc forma, həm də başlanğıc formadan kənara çıxa bilər. Sağ olun uşaqlar.